Qeyri-hökumət təşkilatlarından söz düşmüşkən bu mövzunun üzərində dayanmaqda fayda var. Müasir Azərbaycanın yeni bir tarixinin də 2020-ci ildən sonra yazıldığını nəzərə alsaq, elə QHT-lərin də fəaliyyətinə bu tarixdən diqqət yetirmək daha doğru olar. Dövlətin yeni reallıqları, qələbə strategiyası ilə həyata keçirdiyi daxili və xarici siyasəti onların fəaliyyətinə də birbaşa sirayət etdi. Nə gördük? Gördük ki, vətəndaş cəmiyyəti nümayəndələri qələbə strategiyasının planlı gedişinə vahid platformadan yekdilliklə dəstək verə bildilər. Bu, öz-özlüyündən də baş vermədi. Dövlət kursunun əsas istiqamətlərindən biri olduqlarından elə ən ali səviyyədə dövlətin dəstəyi də onlar üçün hədəflərə çatmaqda əsas meyar oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan dövlət QHT əməkdaşlığı modeli qarşılıqlı etimad, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq sektorda canlanma yaratdı. QHT-lərin fəaliyyətinin keyfiyyətini artırdı. Bu siyasət nəticəsində QHT-lər milli maraqların müdafiəsində daha fəal mövqe nümayiş etdirir, ölkənin sosial-siyasi həyatında iştirak imkanlarını genişləndirir və dövlət institutlarının cəmiyyətlə əlaqələrinin güclənməsinə töhfə verir. Azərbaycan dövləti məhz əlverişli qanunverici institusional mühit yaradıb. Qanunvericilik mühitində biz QHT-lər üçün sərbəst fəaliyyəti nəzərdə tuturuq və o cümlədən dövlət QHT əməkdaşlığı nəzərdə tuturuq. Bunun da artıq institusional formatları müəyyənləşib və elə bir sahə yoxdur ki, QHT-lər orada dövlət orqanları ilə əməkdaşlıq etməsinlər. Azərbaycan istəyir xarici siyasət məsələləri ilə bağlı, istər iqtisadi inkişaf, sosial məsələlər, mədəni, humanitar sahələrdə dövlət QHT-lərin iştirakını təmin edir. Demək olar ki, bütün dövlət proqramlarında qeyri-hökumət təşkilatları tərəfdaş kimi qeyd olunub. Və bu da dövlət orqanları ilə QHT arasında institusional əməkdaşlıq yaradır və onların bircə qarşılıq fəaliyyətini təmin edir. İkincisi isə Azərbaycan az saylı dövlətlərdəndir ki, bilavasitə birbaşa dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirir və bu qeyri-hökumət təşkilatlarının Dövlət Dəstək Agentliyi tərəfindən həyata keçirilir. Agentlik tərəfindən hər il qrant müsabiqələri elan olunur və təxminən biz 450-dən çox hər il qeyri-hökumət təşkilatını maliyyələşdiririk. Onların xarici səfərlərini maliyyələşdiririk. Bu Azərbaycana məxsus bir modeldir və qeyri-hökumət təşkilatları fəal iştirak edirlər. Son illərdə Azərbaycan qeyri-hökumət təşkilatları sektorunda beynəlxalq nailiyyətlər də diqqət çəkir. Azərbaycan QHT-ləri artıq yerli çərçivədən çıxaraq qlobal platformalar yaradan beynəlxalq əməkdaşlıq formatlarına rəhbərlik edən subyektlərə çevriliblər. 2025-ci ildə iki böyük beynəlxalq şəbəkə Qlobal Cənub QHT platformasının və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platforması yaradıldı. Təbii ki, bütün bunlar Azərbaycanın qlobal və regional səviyyədə artan nüfuzunun göstəricisidir. Qeyri-hökumət təşkilatlarının xaricdə təşkil etdiyi tədbirlərin sayının artması, onların BMT səviyyəsində istinad mənbəyinə çevrilməsi və sektorda cəmiyyətdən keyfiyyətə keçidin güclənməsi də bu inkişafın əsas istiqamətlərindəndir. Azərbaycan nəinki regional format yaradır. Məsələn, biz bu günlərdə Naxçıvanda Türk Dövlətləri Təşkilatının QHT platformasına təsis elədi Azərbaycanın təşəbbüsü ilə və həmin platformanın da rəhbəri Azərbaycan nümayəndəsi seçilir və daimi ofisdə Bakıda olacaq. Bundan daha böyük uğurumuz isə artıq bu qlobal Cənub QHT platformasının yaradılması və onun daimi ofisinin Bakıda olunması qərarının verilməsi oldu. Bundan sonra həmin platformu kimin rəhbərlik etməsindən asılı olmayaraq, məhz həmin platforma daimi olaraq Azərbaycanda fəaliyyət göstərəcək. Bu onu göstərir ki, Azərbaycan regional təşəbbüslərlə qlobal təşəbbüsləri əlaqələndirir və Azərbaycan qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası ilə ahəngləşir, ayaqlaşa bilir. Cənab Prezidentin irəli sürdüyü vəzifələrin yerinə yetirilməsində ictimai təşəbbüsləri tamamlayır, beynəlxalq əməkdaşlıq gücləndirir və Azərbaycan xarici siyasət məqsədlərinə çatmaq üçün öz potensialı daxilində aktiv töhfə verir və Azərbaycan ilk dəfə olaraq biz İraq türkmənlərinin, Suriya türkmənlərinin, Türkiyədə yaşayan türkmənlərin forumunu keçirdik. Bu doğrudan da çox vacib bir hadisədir. Bu həm də Azərbaycanın bu yumuşaq güc diplomatiyasını dəstəkləyirdi.